2025'in son günündən 31 dekabrdan olan vloguma xoş gəlmisiniz. İlk olaraq atam tortun üstü üçün kağız kəsir və şorabaları hazırlayır. Mamam isə artıq salatları hazırlamağa başlayır. Taşacaq bir dənizə baxa-baxa. Mən də yuxarı çıxıb hazırlaşmağa başlayıram. Saçımı hazırlayıram, makyajımı edirəm və aşağı düşürəm. Burada mamamın bişirdiklərinin dadına baxıram təbii ki. Mamam və atam işə davam eləyirlər. Mamam tukdan fərqli belə bir şey hazırlamışdı. Heç birinin adını bilmirəm. Burada mayonezlə rəngi qatırıq bunların üstünə yolka bəzəyi vermək üçün. Sonra keçirəm atamın kebablarını çəkməyə. Burada badımcanı eləyir, lüləni döyür. Deyir ki, ən püf noktası burada lüləni döyməkdir və yumrular hazırlayır. Daha sonra çölə keçirik. Çöldə can ətini çəkirəm. Soyuqdan dona-dona bütün bu kebabları çəkirəm burada. Sonra isə qonaqların gəlməyinə 1 saat qalmış süfrəni hazırlamağa başlayıram. Mamamın bişirdiklərini süfrəyə qoymaq üçün hər birini hazırlayıram. Bu videodan da görürsüz. Atamın ad günündə xatırlayırsınızsa, digər otaqda açmışdıq süfrəni və orada qapıdan keçmək problemi olduğu üçün biz qapını çıxartmışdıq. Bu səbəb dedik ki, orada yox, kuxnada hazırlayaq süfrəmizi. Daha sonra bunların hamısını süfrəyə yerləşdirirəm və keçirəm Pinterestdə gördüyüm o yolkanı hazırlamağa. Fikirlərinizi aşağıda yazın, amma məncə çox şirin alındı. Mən bunları hazırlaya atam artıq kebabları hazır eləmişdi. Burada sizə salam verirəm və kebabları çəkib göstərirəm sizə. Hər biri çox dadlı alınmışdı. Və yavaş-yavaş qonaqlarımız artıq gəlir. Burada onları çəkirəm, ləvəngini göstərirəm sizə və tort hissəsinə keçirik. Tortu burada necə kəsdiklərini görürsüz. Və 00:15 dəqiqə qalmış. Biz xatırlayırıq ki, gedib fişəngə baxmalıydıq. Ona görə 7 nəfər maşına minib gedirik. Təbii ki, yollar dayandığı üçün gedə bilmirik və düşüb sonra qasa-qasa gedirik. Daha sonra isə oradan ayaqla Şəhidlər Xiyabanına düşürük və günü tamamlayırıq. Və video bu qədər idi. Ümid edirəm 2026 hər birimiz üçün düşərli və uğurlu bir il olar. Video izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.